Cəlilabadda 27 sentyabr Anım gününün 5-ci ildönümü ilə bağlı tədbir keçirilib. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən təsis edilən 27 sentyabr Anım günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əskər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qalib Xudaverdiyev tədbirdə çıxış edərək, Anım günündə ölkəmizin hər yerində olduğu kimi, Cəlilabad rayonunda da şəhidlərin xatirəsi ehtiramla anılıb. Anım tədbirində Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib. 2020-ci il sentyabrın 27-sində Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əskər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız yüksək əzm və iradə göstərərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endiriblər. 27 sentyabr hərbi siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan Böyük Zəfər qələbəsinin təməlinin qoyulduğu şərəfli bir tarixdir. Ölkəmizin ərazi bütövlüyünün qorunması, əzəli torpağımızın düşmən işğalından azad olunması zamanı həyatını itirən şəhidlərimizin əziz xatirələri xalqımız tərəfindən daim uca tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında sərəncam qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əskər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub. Elməddin Bağırov, Marif Arifoğlu, Samirə İsmailova, TAR TV.